O cinayət törədən, oğurluq törədən, avtoşluq eləyən, bütün əksəriyyəti meyxana həvəskarlardır, meyxana dinləyiciləri. Bu statistikanı harda aparmısınız? Yox, bu artıq aparmağa ehtiyac yoxdur ki. Aparmağa ehtiyac yoxdur. Yəni necə belə əminliklə danışa bilirsiniz? İkinci bir məsələ. Mən bunu dəfələrlə demişim. Bax, indi hamımız başa anlayacaqsınız yəqin məndən. Bax, balaca bir eksperiment kimi körpə bir uşağı bir mühitdə böyüdürsünüz və başqa bir uşağı da bir mühitdə böyüdürsünüz. Biri 18 yaşına qədər ancaq meyxanaya qulaq asır, biri isə meyxanaya qulaq asmır, daha məsələn səviyyəli musiqilərə, sənət əsərlərinə qulaq asır və ikisini də buraxırsan cəmiyyətə, kənarda müşahidə edirsən. Bax, sizcə o meyxanaya və meyxana təfəkkürü ilə öz mənəvi dünyasını meyxana ilə qidalandıran adam cəmiyyətdə hansı rəftarlar, hərəkətlər olacaq və öz mənəvi dünyasını bu cür musiqilərlə, daha səviyyəli musiqilərlə qidalandıran insan nələr eləyəcək? Bu aydın məsələ. Və fikrimi başqa bir məsələ ilə də yekunlaşdım. Şəxsən mənə 2 dənə yekə kişinin 50-60 yaşlı kişinin qan tərinin içində dəsmalla tərini silə-silə belə-belə bir-birlərinə belə deyə ağızlarına gələni deməyi və böyük bir kütlənin də buna əl çalmağı şəxsən mənə böyük bir absurd kimi görünür. Bu sənət deyil, bu nə deyil, siz nə işlə məşğulsunuz? Nəyə əl çalırsınız? Axı bu həqiqi sənət olsa, bu estetik bir hadisə olsa, dərhal cavablayaq bu suala. Mütləq mənə maraqlı. Meyxanaçı Kərim abi studiyamızda da salamlayıram hər kəsi. Nəhayət ki, mənə o şans düşdü. Çox bir-birindən dəyərli fikirlərə qulaq asdım və hamısına da demək olar cavabım var. Kərəmət bəy deyir ki, eksperiment keçirdi. Eksperiment mənim. Lənkəranda böyümüşəm. Uşaqlığımdan meyxanaya qulaq asıram. Rus dilini ana dilim kimi bilirəm. Öyrənmişəm, rusca oxumuşam məktəb, amma meyxanaya da qulaq asmışam, ali təhsilim də var və heç bir kriminal bağlılığım yoxdur. Avtoxuliqan deyiləm, çöldə dalaşmıram, kimləsə nəsə eləmirəm. Yəni o sizin dediyiniz eksperiment nəyi ki keçirmək istəyirsiniz, o mənim. 25 yaşımda. Həm də meyxana deyirəm. Bir dənə zəhmət olmasa bölməyib. Salam Sarvanın dediyi o qaqaş təfəkkürü bax buydu. Nadir, yəni leksikon, danışıq tərzi, intonasiya artıq məsələn meyxana olduğu göstərdi. Mən o demək deyil, biz 10 milyonluq bir xalqıq. Subordinasiya qaydasını pozmamışam sizlə danışanda, elə fikirləşirəm. Yox Kərim bəy, siz bir nəfərsiniz, ola bilər indi. Mən durum analizin həyatınızdan analiz görürəm. Axı siz eksperiment aparmaq istəyirsiniz, ortaya bir nəfər qoyun. Mən Beethovenə qulaq asmamışam, mən Mozarta qulaq asmamışam, meyxanaya qulaq asmamışam. Mən konkret şəxslər üzərində danışmıram. Ümumi gəldiyim, eksperiment apardığınız adam şəxs deyil, insan qənaət belədir və sual şəklində qoyuram ki, sizcə o cəmiyyətə bu şəkildə yetişdirilmiş adamlar cəmiyyətə buraxılsa necə nümunələr? Bəli, mən sizlə razıyam. Mən sizə cavab verim. Deyirəm ki, bu təhsil məsələsidir. Bir insan əgər təhsilində problem varsa, o nəyə qulaq asırsa qulaq assın. O axırda gedəcək dalaşqan olacaq və ya nəsə olacaq. Təhsilli adama meyxana da qulaq asdır. Kərim bəy, çoxmu təhsilli adam meyxanaya qulaq asır? Yaxşı, sizin fikriniz. Bəli, qulaq asan var, niyə yoxdur təhsil? Prosta